Hacıqabul rayonunda ər öz arvadını qətlə yetirib. Hadisə rayon xəstəxanasında baş verib. 1968-ci il təvəllüdlü rayon sakini Əhmədov İslam Abxanoğlu Hacıqabul mərkəzi rayon xəstəxanasına gələrək orada tibb bacısı kimi çalışan həyat yoldaşı 1963-cü il təvəllüdlü Əhmədova bacı xanım Məlik qızına çoxsaylı bıçaq xəsarətləri yetirib. Bıçaq yaralının ürək nahiyəsini nüfuz etdiyindən o hadisə yerindəcə keçinib. Tibb bacısının iş yoldaşlarının sözlərinə görə mərhum bacı xanım Əhmədova ilə əri İslam Əhmədov arasında tez-tez ailə münaqişəsi olunmuş. Elə bu səbəbdən də bacı xanım bir müddət əvvəl ərindən boşanması üçün ərizə ilə məhkəməyə müraciət edib. Elə ilkin ehtimala görə xanımın bu hərəkətini həzm etməyən ər sonda qətlə əl atıb. Artıq əlini ömürgün yoldaşının qanına batıran qatil ər polislər tərəfindən saxlanılıb. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. 20 oktyabr 2014-cü il tarixdə saat 17:30 radələrində Şirvan şəhəri, Neftçilər küçəsi, ev 20-də qeydiyyatda olan, Hacıqabul şəhəri, hərbi şəhərcikdə yaşayan 1968-ci il təvəllüdlü Əhmədov İslam Abxanoğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, həmçinin Hacıqabul rayon Mərkəzi xəstəxanasının baş tibb bacısı işləyən Əhmədova bacı xanım Məlik qızına çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürmüşdür. Həmin fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istinaq aparılır. Akşin Neymətli, Rəhman Məlikov, Dünya TV.